Salam, hər vaxtınız xeyir, dəyərli abituriyentlər. Bugünkü mövzumuz nədir? Zaman mövzusudur. Zaman deyən kimi yenə hiss edirəm, orada deyir ki, uyda bu çətin mövzu, bu uzun mövzu. Məsələn, haqq verirəm, hal-hazırda 25 səhifə üzərində mən sizə izah verəcəm. Amma yoldaşlar, 25 səhifəni çox sürətli formada izah edəcəm. Niyə? Çünki biz bu gün zamana fərqli yanaşacağıq. Aydındır? Necə fərqli yanaşacağıq? Baxın, əgər biz gedəcəyimiz yolu bilmiriksə, onu daha uzun və çətin bir formada gedirik. Amma mən bu gedəcəyim yolu necə gedəcəyimi bilirəm. Deməli, bir sual yaranır. Zaman testləri imtahana neçə cür düşür? Və mən onları neçə cür görəcəm? Birinci forma, bir cümlə verəcək, zaman zərfi yazacaq. Məsələn, yazıram bura, yesterday, qısa yazdım. Bu bizim birinci sual tipimiz. İkinci sual tipi, iki cümlə verəcək, bağlayıcı ilə bir-birinə bağlayacaq. Üçüncü sual tipi tərcümə. Aydındır, tərcümə. Gəl baxaq buna. Deməli, mən zamanları, bu qruplaşmanı biləndən sonra artıq zamanları oxuyanda nəyə hara qoyacağımı bilirəm. Nəyə hara qoyacağımı bilirəm. Deməli, zamanları oxuyanda orada fikir verəm nəyə? Bu cümlə daxilində, bir cümlə daxilində zaman zərfi varsa, deməli, əzbərləmişəm, baxdım və deyirəm ki, bu keçmiş sadədir. Yəni, bu maksimum 2-3 saniyəmi alır. Maksimum 2-3 saniyəmi alır. Niyə? Çünki mən yesterday-ni əzbərləmişəm, hansı zaman aid olduğunu bilirəm. Bitdi. Birinci sual tipi budur. Bir cümlə tərkibində zaman zərfinin verilməsi. Gəlim ikinci tipə. İki cümlə var, mürəkkəb cümlədir, zaman budaq cümləsidir. Bağlayıcını əzbər bildiyimə görə rahatlıqla yazıram. İndiki sadə uzlaşacaq indiki sadə ilə. Keçmiş sadə uzlaşacaq keçmiş sadə ilə. Deməli, yoldaşlar, buradakı məsələ nədir? Siz zamanları oxuyanda zaman zərfini gördünüz, deməli, ekstra fokuslanırsınız. Deməli, bağlayıcı münasibəti gördü, ekstra fokuslanırsınız. Çünki bir sual tipi budur, bir sual tipi də budur. Aydındır. Deməli, testlərdə necə verəcək? İfdən sağda məsələn, indiki sadəni verəcək və burasını boş qoyacaq. Variantlarda verəcək keçmiş sadə, keçmiş davam edici, keçmişə nəzər gələcək bitmiş, gələcək davam edici zaman və indiki sadə. 5 dənə variantda nəyi seçəcəm? Təbii ki, də burada olan indiki sadədir və yaxud da gələcək sadə də ola bilər. Gələcək sadə də ola bilər. İndi baxacam, hansı varsa onu götürəcəm. Deməli, mən bu qaydanı bilirəmsə, o testi 3 saniyə yazacam. Yox, bilmirəmsə, heç onu 30 sadə də yaza bilmərəm. Aydındır. Ona görə biz zamanları öyrənəndə mütləq şəkildə zaman zərflərini beynimizin bir köşəsinə yazırıq, bağlayıcı zaman münasibətlərini bir köşəsinə yazırıq və üçüncü növ nədir? Tərcümə. Tərcümə nə deməkdir? Bu ən asandıdır. Niyə görə? Çünki bütün zamanlarda bu yoxdur. Bəzi zamanlarda əzbərlənəsi tərcümə qaydalar var. Məsələn, deyək, dəyişməyən təbiət hadisəsi. Və yaxud da ki, bir şəxsi təsvir edəndə, yol istiqamət göstərəndə. Bunlar az-az bir qaydalardır. Bu 2-3 zamanda belədir. Məsələn, mən bunları biləm ki, o avtomatik indiki sadədir. Və yaxud da deyək ki, hərəkətlər növbəli şəkildə baş verərsə, bu keçmiş sadədir. Deməli, mən də bu əzbər bilirəm də. Yəni, bu az-az bir şey. Avtomatik olaraq, məsələn, cümlədə deyək ki, Əli gəldi, qapını döydü, içəri girdi, nə bilim, yeməyini yedi. Baxıram ki, bunlar hamısı növbəli şəkildədir də. Həmin cümlədə zaman zərfi də yoxdur, bağlayıcı da yoxdur. Neynəməliyəm? Tərcümə eləməliyəm. Və neynir? Avtomatik cavab üzə çıxır. Deməli, gəlin bunlara bir faiz verək. Üçüncü sual tipinin düşmə ehtimalı 10%dir. Digərlərinin sual düşmə ehtimalı 45%dir. Bu formada bərabər bölünür. Deyəsiniz ki, bu üçüncünü çıxaq 10% düşmə ehtimalı azdır. Yoldaşlar, az deyil, yəni bunlara nisbətdə azdır. Yəni, bu var, bu sual tipi var. Nə bilirsən, sənə bu düşməyəcək. Yəni, biz o boyda 6 ay, 7 ay öyrənək, əziyyət çəkək, hər hansı bir hissəyə laqeyd yanaşaq və gəlsin oradan düşsün. Bu insanı çox pis sarsıdar. Ona görə heç nəyə dırnaq arası baxmırıq. Yoldaşlar, deməli, bu mənim xəritəmdir. Bildim ki, bu xəritədə nə var? Zamanları oxuyanda orada baxacam ki, zaman zərfi hansıdır, əzbəri bura yazacam, bağlayıcılar bura yazacam, tərcüməndə bir yerə yazacam ki, bu bizim imtahana düşən 3 sual tipimizdir. Yəni, bu boyda 25 səhifənin əsas məğzi, mənası bundan ibarətdir. Yerdə qalanları isə necə düzəlir, inkara necə çevirim, suala necə çevirim, zaten bunlar xırda şeylərdir. Məsələn, başlayırıq nə ilə? Present simple, yəni indiki sadə zamanla. İndiki sadə zamanı necə düzəldirəm? Bir feili götürdüm, məsələn, məslərdə olan bir feil, to finish, to'sunu atdım.
Yerdə qaldı finish. Bunu bütün şəxslərə yazdım. Hamısında eynidir, birində fərqlidir, üçüncü şəxsin təkində. Fikir verin, üçüncü şəxsin təkində də mən nə edəcəm? S, ES artıracam. Getdik. Biraz yuxarı qaldırım, siz rahat görün. Aha. Deməli, deyir ki, I finish work in time. İndiki sadə zaman necə düzəltdim? Bax, finish. Heç nə eləmədim. Yazdım ora, feili olduğu kimi oldu indiki sadə. Mən onun inkarını necə düzəldərəm? Not artırmalıyam. Notu nəyə artırım? Köməkçi feili. İndiki sadə zaman köməkçi feili nədir? Do, does. Do, does. Niyə görə does mövcuddur? Çünki üçüncü şəxsin təkində bu SES var ha. Bu keçəcək do'ya, olacaq does. Hələlik biz bunu başa salaq, sonra düşəcəyik bura. I finish work in time. Okay, gəldim inkara. Nə edirəm? Cümlə olduğu kimi saxladım. Köməkçi feili nədir? Do, yazdım. İnkar necə düzəldi? Notla, onu da yazdım. Oldu nə? I don't. Hə, bu don't da ola bilər. Ayrı-ayrı da yaza bilərəm. Do not da yaza bilərəm. Fərqi yoxdur. Bu ingilisinin zənginliyidir. Sonra gəldim suala. Necə düzəldim? Do-nu mübtədanın önünə atıram. Do I finish work in time? Do you help your friends? Gördünüz? Sadə. Uzatmıram. Feili artırdım. Bütün şəxslərdə, üçüncü şəxsin təkindən başqa eyni olduğu kimi qaldı. İnkarda do-ya not artırdım. Qısa da yaza bilərəm, ayrı da yaza bilərəm. Sualda do-nu keçirirəm qabağa. Bu qədər bəsit. Sonra gəldim üçüncü şəxsin təkinə. Yenə də burada fərqli bir məqam yoxdur. He, she, it. Yazdım bura nə? Finish, feil və nə elədim? S-i birləşdirdim. Oldu finishes. Sualı necə düzəldəcəm? Daha doğrusu inkarı necə düzəldəcəm? Do, does demişdik də. Üçüncü şəxsin təkində does-la düzəldirəm. Does-ı yazdım, notu artırdım. Yoldaşlar, does olan zaman finish, yəni feildəki S atılmalıdır. Yoxdur, gördünüz? Tərtəmizdir. Tərtəmizdir, tərtəmizdir. Aydındır? Does not. İstəyirsən ayrı yaz. Doesn't. Bax, doesn't birləşir, does not ayrı-ayrı. Heç bir fərq yoxdur. Sualda does-ı keçirdim mübtədanın qabağına. Does he finish? Finish. Fikir verin. Finishes yox ha. Finish. S-i tullamışam. Bu qədər. Gördünüz? Düzəltdik. Məsələ də bitdi. Do, does ilə deyir qısa cavabların verilməsi. Do they like chocolate? Sən deyir şokolatı xoşlayırsan, ümumi sual tipidir. Ya deyirsən hə, ya deyirsən yox. Hə deyirsənsə yes, they, mübtəda üstəgəl köməkçi verir. They do. Yes, he does. İnkarda no, they don't. No, he doesn't. Yəni bu da bunun qısa cavabıdır. Hə, baxın, gəldiyi əsas məsələyə. Nə zaman işlənir? Mən sizə demişdim, 3 dənə sual tipi var. Bir cümlə tərkibində zaman zərfi, bağlayıcı ilə və tərcümə ilə. Tərcümə baba budur. Baxın, təkrarlanan adət halını almış ümumi hərəkətlər. He usually drinks tea at breakfast. Deməli, yoldaşlar, deyir ki, o hər səhər nə edir? Naharda içir, çay içir. Deməli, əgər biz indiki sadə ilə cümlə qururuqsa, mən o saat nə edirəm? Başa düşürəm ki, bu regulardır, yəni müntəzəm olaraq baş verən hərəkətlərdir. Hər səhər bu durur, səhər yeməyində çay içir. Deməli, bu adət halını alıb. Gördünüz, tərcümədir. Məsələn, deyərəm ki, usually-ını açsam, görsənməsə, deməli, oxusam deyərəm ki, hə, o səhərlər naharda nə edir? Çay içir. Okey. Məsələ budur. 1. 2. Təbiət və cəmiyyət faktları, yəni dəyişməyən təbiət hadisəsi. Su 0 dərəcədə donur. Bu su zaten 0-da donur. Bu dəyişməyən təbiət hadisəsi. Məsələn, qışda çoxlu qar yağır. Zaten qışda qar yağar. Aydındır. Məsələn, yayda qar yağır desən, o dəyişən təbiət hadisəsi, o indiki sadə olmayacaq. Təbii faktlardan söhbət gedir. Sonra gəldim nəyə? 3. İcrası gələcəyə planlaşdırılmış və ya işin hərəkətlərini bildirərkən. Bu nə deməkdir? O hərəkətlər saat, dəqiqə, yəni qrafikləndirsə, indiki sadədir. Orada da yəni dəqiqə, saat, məsələn, saat 8-də filan şey olur. Buna nə aiddir? Məsələn, qatarların yola düşməsi, avtobusların yola düşməsi, məktəblərin, dərslərin başlaması, iclasların başlaması. Yəni orada saat, dəqiqə varsa, məsələn, saat 9-da filan şey oldu, saat 8-in yarısı belə oldu. Yəni qrafik varsa, indiki sadə zamandır. Deməli, tərcümə hissəsinə bu üçünü götürdüm, aid elədim, yazdım bura. Present simple 3 dənə tərcümə. Və gəldim bura. Bu hansıdır? Yoldaşlar, baxın. Bağlayıcı münasibət. Deməli, mən buradan nə edirəm? Bu da ikinci formadır. Burada deyir ki, before-dan sağda indiki sadə gələndə bu tərəfdə gələcək sadə yaza bilərəm. Bunu belə deyək, bu barədə narahat olmayın. Hər bir zaman içində ayrı-ayrı da yazıb. Və
16 zaman bitdikdən sonra ayrıca bir dərs kimi, bölmə kimi bu bağlayıcıların hamısını yazın. Narahat olmayın. Deməli, üçüncü forma, ikinci forma və gəldik əsas formaya. Yoldaşlar, çəkilirəm. Bir dəqiqə belirləyim. Qoy birinci də düşsün. Çəkildim, saxladınız. Bütün zaman zərflərini öyrəndiniz, əzbərlədiniz, məsələ bitmişdir. Mən bunu əzbər bilirəmsə, hər şey mənim üçün çox sadədir. Çox yubanmıram. Bir qeydimiz var. Baxa görə nədir? İndiki sadə zaman zərfləri digər bütün sadə zamanlarda işlənə bilər. Aydındır, hamısını da görə bilərəm. Əgər cümlə keçmiş və ya gələcəyə aid bir göstərici yoxdursa, bu zaman zərfləri indiki sadə zamanda işlənir. Yəni, demək istəyir ki, burada bir keçmişi göstərən bir şey var, yoxdur. Onda mən nə edirəm? Bunu indiki sadədə yazıram. Amma baxıram ki, burada always var, amma keçmişi göstərən bir burada nümunə var. I lived. Lived keçmiş sadə olduğuna görə mən də bunu keçmiş sadədə qoyuram. Aydındır? Yəni, bunu demək istəyir bizə. Burada bir keçmişə dair bir göstərici yoxdur. Mən də indikidə qoydum, amma burada olduğuna görə keçmiş sadədə yazdım. Demək istəyir ki, yəni, always-i gördüksə ehtiyatlı olun da. Yəni, deməyin ki, ancaq indiki sadəsən. Orada keçmiş sadədə ola bilər. Yoldaşlar, deməli, indiki sadə bitdi. Gəldi gələcək sadəyə. Gələcək sadə necə düzəldirəm? Bir dənə feili götürdüm, yenə finish feilini götürdüm. Toolsunu tulladım, qaldı finish. Bütün 6 şəxsin altısında da finish yazdım. Gələcək zaman necə düzəlir? Shall və will ilə. Yoldaşlar, biz dedik ki, I ilə V-də, yəni birinci şəxsin təki ilə birinci şəxsin cəmində shalldir. Amma hal-hazırda biz onları will ilə də görə bilərik. Heç bir problem yoxdur. Shall will yazdım, sonra feilimi yazdım. Bəs bu gələcək zamanda bütün proseslər kim icra edir? Shall will. Feilə toxuna bilərəmmi? Qəti şəkildə feilə toxuna bilməzsən, nəsə artıra bilməzsən, əskildə bilməzsən. Sən bütün işini shall ilə will ilə görməlisən. Okey, başlayaq. I shall finish. Zaman düzəldi, bitdi. İnkarda I shall not və yaxud da she will not. Deməli, burada bir dənə parantez açıram. Çox diqqətli olun. Yoldaşlar, will notun qısa versiyası da var, qısa inkarı. Won't. Bunu niyə görə deyirəm? Siz onu qarışdırırsınız. Want istəmək feili ilə. Bax, siz bunu bununla qarışdırırsınız. Want istəmək feilinə və yaxud da ki, hər hansı bir feilin keçmişinə bənzədirsiniz. Xeyr, want başqa şeydir, want başqa şeydir. Bax, buradakı want will notun qısaltmasıdır. O isə istəmək feilidir. Deməli, bu inkarı düzəltdim. Sualda nə etməliyəm? Shall will'i qabağa keçirdəcəm. Shall I, will she? Cümlə olduğu kimi köçürdüm. Heç nə eləmirəm. Shall ilə will'i qabağa atıram və sual yaranır. Gəldik, burada qısa tiplərə baxaq. Will you like the film? Sən deyir, bu filmi xoşlayacaqsan. Baxır ki, inkar da verə bilər, təsdiq də verə bilər, fərqi yoxdur. Yes, I köməkçi feil nədir? Will. Daha finish falan yazmıram, do falan yazmıram. Çünki indiki sadənin öz köməkçi feil var. Gələcək sadədə də shall-dən, will-dən istifadə edirəm. Yes, I will. Və inkar demək istəyirsən, problem deyil. No, I won't. Aydındır. Gördünüz, mən burada I-yə nə verdim? Will verdim. Shall də verə bilərəm, will də verə bilərəm. Heç bir problem yoxdur. Gəldi, əsas hissə nə zaman işlənir? Yoldaşlar, bax, burada gördünüz, tərcüməyə dayanıqlı bir variant yoxdur. Amma indiki sadədə var idi. Deməli, mən bunları əzbərləyirəm. In plus nə deməkdir? Deyir ki, in sözünü və ondan sonra zaman gələrsə, amma necə zaman? Gələcəkdə bir zaman gələr. Məsələn, inlə keçmiş zaman da verə bilərəm. In, məsələn, 1996, 1996. Olur keçmiş sadə. Aydındır. Amma inlə gələcək sadəni versən və bunları versən, mütləq şəkildə bunları əzbərləməlisən və. Diqqət bura. Tonight və today aralarındakı fərq. Tonight bu gecə deməkdir. Demək, mən deyirəm ki, bu gecə filan şey nəsə. Şəkilçini demirəm ki, bilməyəsin. Yoldaşlar, deməli, sizlə danışıramsa, bu gecə ya gələrsən, ya yazarsan. Deməli, saat məsələn 2-3-dür ki, mən neyinərəm? Gələcəyə dair işarə edirəm ki, axşam saat məsələn 10-11 bu gecə sayılır, düzdürmü? Deməli, tonight gələcəkdir. Bu gecə olmasına baxmayaraq, o gələcəkdir. Hələ indi saat neçədir? 4-dür, 5-dir. Deməli, tonight hələ olmayıb. Today-də isə bitmiş zaman olacaq. Adətən indiki bitmiş işlənir. Aydındır. Today ilə tonight-ı ayırın bir-birindən. Bunlar ayrı-ayrı şeylərdir. Fokuslanın. Hər dəfə verdiyiniz suallardandır. Tamam, bunlar bizim zaman zərflərimizdir. Əzbərlədik.
Burada bizim nəyimiz var? Gələcək zaman şərt və zaman budaq cümlələrində işlənir. Bax, bağlayıcı münasibətlə yazıb, biz bunu ən sonda bir daha deyəcəyimizə görə burada çox qalmırıq, vaxtımızı itirmirik. Niyə? Çünki uzlaşmalar var bizdə. Baxın, həmin uzlaşma hissəsidir. Mən qırağa çəkdim, siz özünüz üçün baxırsınızsa baxın, tamam. Çox qalmaq istəmirəm ki, sizi yormayayım. Bunlar budaq cümləyə aid olan şeylərdir. İstəyirsiniz bu formada bir saxlayın. Oxumaq istəsəz, saxlayıb baxarsınız. Amma yenə də mən bunu ən sonda nə edəcəm, siz üçün izah edəcəm. Aha, gəldim keçmiş sadə zamana. Yoldaşlar, keçmiş sadə zaman necə düzəlir? Deyəlim 3 yolla düzəlir. Nəyə görə 3 yolla dedim? Çünki adətən 2 yolla yazılırlar, amma bu hissə bizim bir adımızdan çıxır. Yoldaşlar, ya feillərə ed, yəni id şəkilçisini artırıram, ya da kökündən dəyişirəm. Yəni keçmiş zaman belə düzəlir. Bir də üçüncü versiya nə deyir? Keçmişi ilə indiksi də eynidir. Let, cut, put, cost, read, aydındır. Yəni keçmişi də indiksi də eynidir. Seçə bilmirik. Necə seçəcəyik? Vaxtı gələndə deyəcəm. Yəni vaxtı budur ki, üçüncü şəxsin təkində olmalıdır ki, sən onun fərqini hiss edə biləsən. Məsələn, Əli read yazılsa keçmişdir, reads yazılsa indiki sadə zaman. Niyə? Çünki biz dedik ki, indiki sadə zamanda üçüncü şəxsin təkində s artırıram. Gəldik bura. Yoldaşlar, mən necə düzəldirəm? Feili götürdüm, finish, id artırdım, oldu nə? Finished. Bütün altısında da belədir. I finished, you finished, he finished, we finished, you finished, they finished. Altısında da eynidir. Deməli, sualı necə düzəltdim? Daha doğrusu, inkarı necə düzəltdim? Didlə. Donun keçmişi nədir? Did. Bir dənə bura fokuslan. Did varsa, feildəki keçmişlik nə olmalıdır? Atılmalıdır. Aydındır. Finish, id deyə bilmərəm. Desən səhvdir. Did varsa, ed atılmalıdır. Necə ki, does varsa, s getməlidir. Did varsa, id atılmalıdır. Fikir verin buna. İndi gəldim ikinci bir formaya. Feillər kökündən dəyişir. He come'dur. Comes da indiki sadə zamanda. Keçmiş olur nə? Came. Came altısında da eynidir. Came. 6 dənə şəxs. Altısında da came'dir. Altısında da finished. Dəyişən heç nə yoxdur. Burada təksəm söhbəti yoxdur. Eynidir, bitdi. Sual inkar necə düzəlir? Təbii ki, didlə düzəlir. İnkarda necə düzəltdim? Did not. İstəsəm belə də yaza bilərəm, did not da yaza bilərəm, istəsəm didn't da yaza bilərəm. Qısa inkar da yaza bilərəm, fərqi yoxdur. Və did yazdığıma görə feili nə edirəm? Əvvəlki versiyasına qaytarıram, come yazıram. Sualda necə olacaq? Did qabağa gələcək, mübtədanın önünə keçəcək. Did we, yenə də nə? Finish. Did he come? Aydındır? Come. Buna diqqətlə fikir verin. İndi bir sual verirsiniz, mən də bunu hiss edirəm. Deyəsiniz ki, biz necə seçək ki, bunu şəkilçi artıraq, id şəkilçisini artıraq, yoxsa kökündən dəyişək? Təbii ki də yoldaşlar, siz məcburən cədvəl var, o cədvəli əzbərləməlisiniz. Kökündən dəyişən feillər. O sizə passive voice-da da lazımdır, zamanda da lazımdır, feil sifətdə də lazımdır. İnşa yazanda feil sifəti necə işlədim, orada da lazımdır. Yəni, hər yerdə sizə lazımdır. Məsələn, go, went, gone. Go indiki sadə, went keçmiş sadə, gone past bultu deməkdir. Aydındır. Həm bitmişdə işlədəcəm, həm passivdə işlədəcəm. Yəni, bu üçlü cədvəli mütləq əzbərləməliyəm. Mütləq. Hər yerdə də var, yəni. Rahat bir, təxminən 100-150 civarında feildir. 150-yə çatmır. Yəni, sadəcə maksimumunu mən dedim. Bunları bir dəfə əzbərləyirsən, qoyursan bir qırağa, qutardı, getdi. Qısa cavablarda da eynidir. Yes, I did, no, I didn't. Nə zamanı işlənir? Baxın. Tərcümə. Keçmişdə təkrarlanan adət halını almış. Deyir ki, o hər həftə sonu valideynlərinə baş çəkərdi, yanına gedərdi, düzdürmü? Bu deməli, əgər indi hal-hazırda adət halını alıbsa, indiki sadədir. Yox, keçmişdə adət halını almışdısa, olur keçmiş sadə. İndi gedmir, amma indiyə qədər hər həftə gedirdi. Bu olur keçmiş sadə. Gördünüz tərcümə. Gəldim bu hissəyə. Keçmişdə ardıcıl baş verən hərəkətlərin hamısı keçmiş sadədir. Bu da tərcümədir. Məsələn, he entered the room, lighted cigarette and watched the guest. 1, 2, 3 arda baş verir. Hamısı da keçmiş sadədir. Ona bir üçündə keçmiş sadədə yazıram. Bunun ikisi bizim 3 dənə test formamız var idi. Bu hansı idi? 3-cü tərcümə forması. Sonra gəldim nəyə? İkinci forma hansı idi? Bağlayıcılara əzbərləmə forması. Siz indi buna bir dənə belə şifahi şəkildə baxın.
Ən sonunda bunlar haqqında ümumi bir məlumat verəcəm. Ondan sonra gəldim nəyə? Zaman zərflərinin işlənməsinə. Bu hansı tipə aiddir? Birinci sual tipinə. Mən bunları əzbər bilməsəm, heç o testin yaxınına gedə bilmərəm və mənasızdır. Mən bunları baba bir-bir əzbərləyim. Yeri gəlmişkən, buradakı rəqəm dəqiq deyil. Yəni, bu 1800 də ola bilər, 1700 də ola bilər. Sadəcə sizə bir işarə ötürür ki, ey yoldaş, sözünü ilə keçmişdə bir tarix yazsan rəqəmlə olacaq keçmiş sadə. Bunu gələcək, məsələn, 2030 eləsən olacaq gələcək sadə. Aydındır? Yəni, oradakı rəqəmə bağlıdır. Məsələ bitmişdir, bu qədər sadə. Sadələrdən danışdıq. Future simple in the past. Keçmişə nəzərən gələcək sadə zaman. Yoldaşlar, gələcək zamanı biz necə düzəltdik? Bax, çox şeyə ehtiyac yoxdur. Gələcək zaman şəli villə düzəldir, düzdürmü? Vilin keçmişi, məsələn, Donun keçmişi nədir? Did. Vilin də keçmişi nədir? Wood. 6 şəxsin hamısında necə ki will yazdım, eləncəsində də would yazıram və feilimi əlavə edirəm. Oldu, keçmişə nəzərən gələcək sadə zaman. I would finish my work in time. İnkar necə düzələcək? Notla düzəldəcəm. Sualda da would-u qabağa atacam, bu qədər sadə. Burada dəyişən bir şey yox. Bir dənə buna fikir verin ki, would-un qısaltması apostrof D yazır. Məsələn, apostrof D yazanda mən orada çaşmamalıyım. O saat bilirəm ki, bu nədir, nəyin qısaltmasıdır. Would ilə qısa zamanlar da var. İndi baxaq görək, harada işlənir, necə işlənir. Keçmişdə gələcək zamana aid baş verən hərəkətlər olanda. Deyir, yoldaşlar, hərəkət keçmişdə başlayır, üzü çıxır, gedir hara? Gələcəyə doğru. Mən bilirəm, Julia edəcək. Məsələn, Əli dünən mənə dedi ki, biz yayda istirahətə gedəcəyik. Əli mənə nə vaxt deyib? Dünən. Hərəkət dünəndən çıxdı, getdi hara? Yaya. Deməli, keçmişdən başladı, hara getdi? Gələcəyə. Ona görə adı keçmişə nəzərən gələcək zaman. Bu hərəkət gələcəkdir, Sadəcə olaraq nəzərlik var. Keçmişdən başlayıb gələcəyə gedib. Bu qədər sadə. Əsasən tamamlıq və şərt budaq cümlələrində işlənir. 2 nümunələrini göstərib. Deyir, if I save enough money, deyir, mənim kifayət qədər pulum olsaydı, mən nə edərdim? İspaniyaya gedərdim. Bu zaman sadə cümlədə işlənmir. Niyə görə bu zaman sadə cümlədə işlənmir? Yoldaşlar, bax, bir dənə yuxarı qayıdaq, bir adi bir nümunəyə baxaq. Deməli, mənə 2 dənə cümlə verib. Bu olsun, fərq yoxdur. Məsələn, baxın buna. Yoldaşlar, əgər he saydı tutsam, yazsam ki, he would go to the dentist, bu bildiyimiz gələcək zamandır. Bu heç vaxt would ola bilməz, will olacaq. Buradakı, bu zaten gələcəkdir, bu willdir. Amma birinci cümləm keçmiş olduğuna görə will'i də keçirdirəm keçmişə, oldu would. Yəni, bunun sayəsində mən buna would deyirəm. Bu olmasa, bu would ola bilməz. Will olacaq. Bu zaten gələcəkdir. Elə də baxsam, belə də baxsam. Amma buna görə mən will yox, would deyirəm. Ona görə qeyddə deyir ki, tək işlənə bilmir. Məcburdur ki, 2 dənə cümlə ilə işlənsin. Bu zamanı işlətmək üçün mütləq cümlədə keçmiş zaman olmalıdır. Bayaq danışdıq, birinci cümlə keçmiş olmalıdır. Bu zaman budaq cümlələrində işlənmir. Keçmişə gələcək zamanda necələn, gələcək zaman demək olar ki, tamamlıq budaq cümləsində işlənir. Zaman budaq cümləsində uzlaşma düzgün getmədiyinə görə, ona görə də bunu çox vermirlər, işlənmir. İndiki sadə verirlər, indiki sadə gələcək sadə verirlər, keçmiş sadə verirlər. Aydındır, keçmişə gələcək zaman demək olar işlənmir. Baxaq görə burada nə əlavə var? Deyir ki, and və but bağlayıcıları tabisiz mürəkkəb cümlə yaradır. Okey. Belə cümlələrdə zaman uzlaşması pozula bilər. Bu da okey. Buna görə də hər bir cümlə zaman zərfinə baxmaq lazımdır. İndi mən baxıram görüm burada mənə nə demək istəyir. Baxıram 2 dənə cümlədir, düzdürmü? Baxıram ki, burada bağlayıcı var. Deyəlim ki, mən bağlayıcıları əzbərləmişəm. Görürəm ki, bu bağlayıcı zaman budaq cümləsini düzəldən bağlayıcıların içində yoxdur. Axı orada nə var? If, till, until, as soon as long as, since, before, by the time, after, düzdür. Eşitdiniz onların içində but, yox. Deməli, hər birinin ayrı-ayrı zaman zərfi var. Fikir ver, usually. Bu ayrıdır. Bu da ayrıdır. Burada da nə var? Yesterday var. Qutardı, getdi. Bu ayrı, bu da ayrı. Yəni, bu hansı test nümunəsinə aiddir? Zaman zərfi olan. Zaman zərfi var, bağlayıcı var, tərcümə var. Bu zaman zərfinə aiddir. Əgər cümlədə həm bağlayıcı, həm də zaman zərfi olarsa, üstünlüyümü nəyə verirəm? Təbii ki, də bağlayıcıya verirəm. Deməli, baxıram burada zaman zərfi var. Normalda fokuslanmamışam. Tomorrow-nu gördüm, gələcək yazıram. Bu demək olar ki, hər kəsin buraxdığı səhvdir. Yoldaşlar, burada əsas olan bağlayıcıdır, bağlayıcı. Bağlayıcıdan sağda gələcək zaman ola bilməz. Söhbət zaman budaq cümləsindən gedir. Ona görə də məcburən indiki sadə yazıram.
İsmi xəbərdə to be-nin işlənməsi. Yoldaşlar, ismi xəbər deyəndə nəyi nəzərdə tutur? To be feili indiki zamanda olur əmizar, 3 dənəyə bölünür. Keçmiş zamanda olur was və digərlərində fərq eləmir. Olduğu kimi qalır. Be. Deməli, yoldaşlar, buna bir də ehtiyatlı olun. Əmizar, was were, yəni bu 5 dənə feil cümlədə varsa, sual inkar yalnız özü ilə düzəlir. Yəni, orada do, does, did, shall, will, belə şeylər olmaz. Cümlədə əmizar varsa, əmizarla düzəlir. Cümlədə was were varsa, sual inkar was were ilə düzəlir. Aydındır. Bu qədər sadə. Gəlin davam edicilərin düsturuna, davam edici zamanlara. Davam edici zamanda düstur budur. Be üstəgəl participle one. Participle one nədir? Feil üstəgəl ing. Feil üstəgəl ing. Deməli, be üstəgəl, feil üstəgəl ing. Be-ni indi nə edirəm? Heç bir şey təsrifləndirək. İndiki zamanda biz dedik nə olur? Əmizar. Və participle one nədir? Feil üstəgəl ing. Bu qədər sadə. Ürəyiniz nə istəyir? Düzəldək. I am, you are, he, she, it is, we are, you are, they are. Əmizarın təsvirləməsi budur. We, to be-sini yazdım. Are, ing-li feilini yazdım. Learning. We are learning a new grammar rule. Deməli, bu nədir? Biz davam edirik, yəni öyrənməyə hələ də davam edirik. Hələ də o proses davam edir. Bəs bunun sualını inkar necə düzəldəcəm? Özü ilə. Cümlədə are varmı? Əmizar. Deməli, əmizarla da düzəldirəm. The child is not. He is not. The doorbell is not. Sualı necə düzəldirəm? Əmizarı qabağa atıram. Are the teachers? Is he? Is the doorbell? Aydındır. Sadə və primitiv. Bu qədər sadə. Əmizarı qabağa atdım, sual yaradıram. Əmizara not artırıram, inkar yaradıram. Və bu da təsdiqi. Aydındır. Burada da bizə nəyi yazıb? Yazıb ki, nəyi də işlədirəm. I-də am, he, she-də is, qalanlarında da are işlədirəm. Bu qədər sadə. Qısa cavabları da belə düzəlir. Məsələn, sual əmizarla düzəlibsə, cavab da əmizarla verirəm. Nə zaman işlənir? Danışıq zamanı baş verir. Hal-hazırda gözümün qabağında bu hərəkət davam edir. Əmr cümlələrindən sonra indiki daimi zaman işlədilə bilər. Deyir, bax, qulaq as, be quiet. Bunlar əmr cümləsidir. Əmrdən sonra isə avtomatik, məsələn, deyirəm ki, qulaq as, necə gözəl ifa edir, çalır. Məsələn, orada nə deyir ki, avtomatik davam edici də gedir. Əmrdən sonra indiki sadə də olar, indiki davam edici də olar, indiki bitmiş də olar. Deyərsiniz, biz hansını seçək? Artıq tərcümədir. Tərcümə eləsəm, tapa biləcəm. Aydındır. Deyir ki, don't go into the classroom, otağa girmə. Bu uşaqlar, bu indiki sadə olar, indiki davam yoxsa indiki bitmiş olar. Şagirdlər neyinir? Yazı yazır. Demək, bu müntəzəm olaraq baş verən hərəkət deyil axı. Yəni, şagirdlər həmişə inşa yazmır, imla yazmır. Yəni, aydındır. Deməli, buradan nəticəyə gəldim ki, bu davam edicidir. Mən deyir ki, girmə. Deyirəm, niyə? Uşaqlar imla yazır. Deməli, mən içəri girənmərəm. O hərəkət hal-hazırda davam edir. Aydındır. Bu mənim zaman zərflərimdir. Davam edici zamanda hansılar olur, bunları əzbərləyirəm. Vururam birbaşa yaddaşıma. Aydındır. Davam edirik. İndiki davam edici zaman demək olar ki, zaman və şərt budaq cümlələrində işlənir. Okey. Bunlar qaldı budaq cümlə dərsinə. Bəzi feillərə gözlə görülə bilən hərəkətlər bildirilmir. Belə feillər davam edici zamanlarda işlənmir. Yəni deyir ki, hiss hərəkət, həyəcan bildirənlər və anlıq hərəkətlər, bunlar gözlə görülə bilməyənlər, bu feillərin hamısını mən indiki bitmişdə işlədə bilmərəm. Aydındır. Yəni bu o demək deyil ki, qabağına hansı feil çıxdı, ayıncı artır. Təbii ki də olmaz yoldaşlar. Yəni bu feillər, bu çəkilirəm, bu feilləri mütləq şəkildə əzbərin. Belə bir şey düzəltsə yanlışdır. Yəni doğru deyil, qəti şəkildə. Gəldim nəyə? Keçmiş davam edici zamana. Düsturum nə idi? Be üstəgəl participle one, düzdürmü? Be feili keçmişdə oldu nə? Was were. Participle one nə deməkdir? Feil üstəgəl ing. Məsələ bitmişdir yoldaşlar. Düsturum was were üstəgəl ing. İndi necə olacaq? Bir dənə bu hissəyə baxırıq. Deməli, tək mübtəda was, cəm mübtəda were olur. Tək mübtəda deyəndə nəyə nəzərdə tutulur? He, she, it, bir də bu I-dır. Birinci şəxsin təki də was-la verirəm. We, you, they, were-lə işlənir. Getdik. Emil, üçüncü şəxsin təki də oldu was, ing-li feil, watching. Emil was watching, izləyir. Getdim sualını düzəltməyə, inkarını düzəltməyə. Emil was not. Was-a not artırdım. İstəsəm birləşikdə yazarım, istəsəm ayrı da yaza bilərəm. Was not da deyə bilərəm, wasn't da deyə bilərəm. Yəni, bu birləşik ayrı yazmaqda heç birində problem yoxdur. Hamısını ayrı da yaza bilərsən, birləşik də yaza bilərsən. Amma bir dənə çox diqqətli olun,
Bir tək bunda problem var. Amn't deyilən şey yoxdur. Məcburən am not yazıram. Amn't yoxdur. Qalan bütün hər şeydə var. Do, does, did, shall, will, have, has, is, are, was, were. Hamısının qısa inkarı var. Aydındır. Qısa inkarı olduğuna görə də problem yaradır. Amma am notdan ehtiyatlı olun. Gəldim keçmiş davam edən zamanı görün mənə nə yazdı ki, əgər keçmişdə dəqiq zaman verilərsə, məsələn, baxıram. Burada əslində sizə bir dənə başqa bir qayda ötürmək istəyirəm. Yoldaşlar, ət davam edicini göstərir. %95%. Əti gördün, beynində nə qaldı? 4 dənə davam edici. Söhbət zaman zərfinə gedir. Məsələn, orada yazsa ki, at school. Bu mənə necə zaman bildirə bilər? Yəni, o yer zərfidir. Söhbət zaman zərfindən gedir. Ət davam edicini bildirir. 4 dənə davam edici var. İndiki, keçmiş, gələcək, keçmişdən nəzərən gələcək zaman. Düzdürmü? Onun hansı davam edici olduğunu bilmək üçün ardına baxıram. Bu davam edicidir, bu da keçmişdir. Birləşdirdim, ortaya nə çıxdı? Keçmiş davam edici. Bu qədər sadə. Görürsünüz? Yəni, çətin heç nə yoxdur. At this time, at that time. Bu da eyni şeydir. At this time, at that time bu davam edicini bildirir. İndiki davam edici, keçmiş davam edici hamısı. Bir dənə arxasına baxırsan, oradan bilirsən ki, bu keçmiş davam edicidir, yoxsa indiki davam edicidir. Deməli, mürəkkəb cümlələrdə işlənməyə. Bir dənə qaldıraq yuxarı. Aha, bu bağlayıcı dərsidir. When ilə while-da davam edici zaman işlənir. Bu heç bunu qoyduq qırağa. Keçmişdə iki hərəkətdən biri daha doğrusu deyir, birinci hərəkət keçmiş davam edici zaman, ikinci hərəkət isə sadə zamanda olur. Deyir ki, hər kəs bir-biri ilə söhbət edirdi. Nə vaxt? Yenə də when while məsələsidir. Yəni, bu bağlayıcı ilə verir də. When I arrived at the party, mən deyir, partiyə gələndə hər kəs bir-biri ilə söhbət edirdi. Burada da yenə bağlayıcı məsələsidir. While ilə verib. While, when bu davam edicinin işləmə məqamıdır. Bəh. Gəldik sual tipinə. Zaman zərflərinin, yoldaşlar, bunu əzbərliyin, vurun beynimizə, nümunələrinə də baxın, geçsin. Deməli, bu bizim birinci sual tipimizdir. Zaman zərflərindən olanlar. Baxa görə əlavələrdən burada nə var? Aha. Keçmişdə dəqiq vaxt verilərsə, həm keçmiş sadə, həm də keçmiş davam edici zaman işlənə bilər. Fərq yoxdur, dəqiq zamandır. Zaten keçmiş sadəni indiki bitmişdən fərqləndirən xüsusiyyət dəqiq zamandır. Dəqiq zaman vermişsənsə, sadə də verə bilərsən, söhbət keçmişdən gedir. Davam edici də verə bilərsən. Yenə bağlayıcı münasibətlər. Həm burada, həm də sonda danışıb uzatmaq istəmədiyimə görə bağlayıcıları sürətli keçirəm ki, sonda top yekun danışacağam. Deməli, gələcək davam edici. Ümumən, gələcək zaman necə düzəlir? Will. Bəs davam edicinin düsturu nədir? Be üstəgəl participle one. Yoldaşlar, biz dedik ki, be feili, məsələn, indiki davam edicini öyrəndik, dedik ki, be feili indiki davam edicide oldu əmzar. Bəs keçmiş davam edicide oldu was were. Bəs gələcəkdə parçalanmır. Parçalanmırsa, deməli, biz nə etməliyik? Will üstünə gəlməliyik. Be feili oldu nə? Will be participle one. Şu. Will be participle one. They hamısında will olacaq. They will be watching. Oldu gələcək davam edici zaman. Buradakı problem nədir? Be-ni atırlar. Yazırlar ki, will watching. Belə zaman yoxdur. Belə bir şey yoxdur. Ona görə they will be watching yazmalısan. Sualın inkar necə düzəlir? Zaten mən gələcək sadə danışanda orada nə dedim? Sualın inkar necə düzəldir? Will-lə. Bəli, will-lə. Will-lə nota artırdım oldu. Want. Sualda qabağa atdım oldu nə? Will you be, məsələn, nə olsun? Watching. Bu qədər sadə. Nə zaman işlənir, yoldaşlar? Baxaq görək nə zaman işlənir. Gələcəkdə dəqiq vaxt verilər. Gələcək zaman göstəricisi saat 8-də, demək, gələcək davam edici zaman. Fikir verim deyən, biz nədən danışırıq? Gələcək davam edicidən. Ət nəyi bildirir? Davam edicini. Hansı? Tomorrow, gələcək davam edici. Bayaq sizə başa saldığım ət sözünü. Gələcəkdə dəqiq vaxt verilərsə, həm gələcək sadə, həm də gələcək davam edici zamanda ola bilər. Bayaqki məsələ kimi bağlayıcı münasibətləndir. Zaman zərfləri, yoldaşlar, bunu əzbərləyin. Vurun yaddaşınıza, çəkilim arxaya. Bunlar bizim zaman zərflərimizdir. Nextdir, soondur. Ondan sonra ətlə olan ifadələrdir. Evşə, bitdi, bu qədər. Davam edici budur. Bunu mən necə uzadım, niyə yorum sizi? Gəldim nəyə? İndiki bitmiş zamanı. Bitmiş zaman necə düzəlir? Ümumən bitmiş zaman necə düzəlir? Have üstəgəl participle to. Participle to nə idi? Ya qaydalarda id artırırdım. Məsələn, finished. İdi. Kökündən dəyişənlərdə go, went, gone. Üçüncü forma. İngilisdə deyirik feilin ikinci forması. Biz deyirik 1, 2, üçüncü forma. Participle to burada lazımdır.
Deməli, mən bu düsturu götürüb bir tətbiq edirəm. İndi hansı zamandan danışırıq? İndiki bitmişdən. İndiki bitmişdə bütün şəxslərdə olduğu kimi have olaraq qalır. Bir dənə məsələ nədir? He, she, it. He, she, itdə biz indiki saatdən danışanda nə dedik? Dedik ki, feil s qəbul edir. Burada da onunla elə bir ki, qohumluğu var. He, she, it have kimi istəmir. Özünə s artır olur has. Üçüncü şəxsindəkində has olacaq, qalan hamısında have olacaq. Bu qədər sadə. Gələk baxaq nümunələrə. Adi bir cümlə. We, mübtada, have artırdım, past-participle feil, seen. Bitdi. We have seen. Zaman düzəldi. İnkarda, have-də, has-də not artır. Have not, has not. İstəsən ayrı yaz, istəsən birləşik yaz. Sualda, have, has-i keçirdi qabağa. Bu qədər sadə primitiv. Bax, bu formada da qısaltmalar var. Nə zaman işlənir? Nə zaman işlənir? Gəlin baxaq. Keçmişdə baş vermiş hərəkətin nəticəsi göz qabağında olmuş və hərəkəti bildirmək üçün işlədir. Yəni, hərəkət olub bitib, bax, nəticəsi buradadır. Bax, bu üçüncü sual tipinə aiddir, tərcümə tipinə. Deyir ki, I have done my homework. I can go for a walk. Biz gedə bilərik. Niyə gedə bilirik? Ev işimi qurtarmışam. Görürsən? Deməli, parka gedə bilməyimin səbəbi hal-hazırda sənə deyirəm ki, bax, qurtardım. Nəticəsi gözün qabağındadır. Mən bitirmişəm. I have done. Ona görə də gəl, çıxaq gedək. Hərəkətin nəticəsi mənim gözümün qabağındadır. Gəldim ikinciyə. Bitməmiş zamanları bitmiş zaman işlənir. Deyərsiniz ki, o nə demək? Bitməmiş zamanla bitmiş zaman. Yoldaşlar, bu saat bitib, yox. Bu gün bitib, yox. Bu həftə bitib, yox, davam edir. Bu ay, bu il. Deməli, bitməmiş zaman deyəndə bunu nəzərdə tutur. Bu saat, bu gün, bu həftə, bu ay, bu il, bu əsr. Bunlar qurtarmayıb. Cümlədə bunlar varsa, bu indiki bitmişdir. Məsələn, yazıb burada this week. Bu həftə qurtarmayıb baxın. Deməli, qurtarmayıbsa, biz burada indiki bitmiş verəcəyik. Today. Baxın, tonight ilə today arasında fərq nədir? Tonight gələcək zamanı göstərir. Today bugünü göstərir. Hələ hərəkət bitməyib. Ona görə today-də olur indiki bitmiş, tonight-da olur gələcək zaman. Today ilə tonight-ın başı bəlalıdır, onu deyim bayaqdan biləsiniz. Bu zaman forması ilə ifadə olunmuş hərəkətlərin başlandığı vaxt since ilə birləşdirilir. Bu nə deməkdir? Gəlin bunu da sizə belə deyək də özümküləşdirim deyim. Yoldaşlar, biz davam edici zamanı keçən dedik ki, ət sözünü davam ediciləri bilir, %95%, düzdürmü? Hansı davam edicini? Orada zaman zərfini görürdüm. Məsələn, at 5 o'clock, yesterday, keçmiş davam edici. At 5 o'clock, tomorrow, gələcək davam edici. At 5 o'clock, indiki davam edici. Yəni, at davam edicidir. Sinsi gördünmü? Bitmişdi, qutardı, getdi. Məsələ bitdi. Hansı zaman qabağına qoyursansa qoy, bitmiş olacaq və hərəkət indiki bitmiş olacaq. İndi burada çaşa bilərsiniz ki, müəllim, burada 1990 yazdım, amma siz indiki bitmiş yazmışsınız. Yoldaşlar, bir dənə tərcüməyə baxın. 1990-dan bəri İtaliyada yaşayırdı. Deməli, 1990-da köçüb ora. 1990-dan bəri deyəndə zaman hara gəlir? 2025-ə gəlir, yoxsa 1800-ə doğru gedir? Yəni, əvvələ gəlir, yoxsa sona gedir? Yoldaşlar, 1990-dan üzü bəri gəlir də, 2025-ə. Deməli, indiki zamanın üstünə gəlir. Keçmişdən indikinə gəldiyinə görə və sinsə görə bitmiş yazıram. Hansı bitmiş yazıram? İndiki bitmiş. Yəni, tərcümə. 1990-dan bəri, hara? Bəri, bura, 25-ə. How long since when? Biz bunları sual cümləsi dərsində də keçmişik. How long since when? Direktman bitmiş istəyir. Birbaşa, yəni o sən sadə davam edici qoya bilməzsən. Amma burada izah edəcək. Hələ keçməyə qoy, bir dənə baxa buraya. Əgər since bağlayıcırsa, o zaman pas gələcək. Burada bir dənə odaqlanın. Bu sinslə bu sinsin fərqi nədir? Buradakı sins bir cümlə daxilindədir. Əgər siz bir cümlə daxilində zaman zərfi kimi çıxış edərsə, bu mütləq şəkildə bitmiş zamandır. Mütləq. Amma iki cümləni bir-birinə birləşdirən sinsdirsə, o zaman sinsdən sağda həmişə bu bir aksiomadır. Bu bir qanundur, dəyişməyən qanundur. Sinsdən sağda nə yazıram? Keçmiş sadə zaman. Burası bitmiş olacaq, bu heç. Bu ayrı bir mövzudur. Amma burası keçmiş sadədir, yoldaşlar. Və bizim də qarışdırdığımız məqam budur. Bu bir aksiomadır ki, sinsdən sağda keçmiş sadə, burada da indiki bitmiş. Görürsünüz, bu da cümlədə. Amma yox,
bir cümlə tərkibində zaman bildirirsə, indiki bitmiş. Aydındır? Bir daha gəldik digər məqama. Yoldaşlar, when bərabərdir. Və nə deməkdir? Bərabər. When bərabərdir what time-a və bunu əzbərləyin. Bütün testlərdə demək olar ki, ana qaydasıdır. Yəni, bunun başqa yolu yoxdur. İndiki bitmiş olmaz. Deyirəm, when bərabərdir what time, indiki bitmiş olmaz. Bu testlərdə o qədər düşür və hər dəfə sual verirsiniz, hər dəfə də izah edirəm. Yoldaşlar, bir dəfəli baba pafos yükləyirəm, buna intonasiya yükləyirəm, cümlədə inversiya eləyirəm ki, yəni fikrinizi cəlb eləsin. When what time ilə indiki bitmiş olmaz. Özəlliklə indiki bitmiş. Mənə başqa zaman maraqlandırmır. Özəlliklə indiki bitmiş. Bu qədər sadə. İndi yazıb da. Nə istəyir? Aha, zaman zərflər. Baxın görün. Çəkildim. Götürdünüz. Allah, davam edək. Deməli, 1-7 arasında verilmiş zaman zərfləri cümlənin sonunda işlənir. Burada bir də qayıdıb şey eləyərsiniz, həmin hissələri bu işləmə yerinə görə deyir. Yet inkar cümlənin sonunda işlənir. Yoldaşlar, bu yetə bir dənə diqqətlə fikir verin. Bu Soğuduay, Nazirduay dərsində də bizim qabağımıza çıxacaq. Yet cümlənin sonunda işlənir 1. Yet olan cümlə inkar olmalı 2. Yet olan cümlə bitmiş olmalıdır 3. Yetin 3 dənə qaydası var. Sonda olmalıdır, bitmiş olmalıdır, inkar olmalıdır. Okay. Just already-nin yerini bizə göstərdiyi ki, just already cümlənin sonunda deyil, have-has'dən sonra işlənir. Yəni, köməkçi feildən sonra əsas feildən qabaq. Bir dənə fikir verin nümunəyə. Köməkçi feildən sonra əsas feildən qabaq. Tutdunuz? Əsas feildən qabaq, köməkçi feildən sonra. Yəni, ikisinin ortasında. Deməli, və və zaman zərflər cümlənin sonunda deyil, eyni baba bu qaydada. Baxın, əsas feil, köməkçi feildən sonra əsas feildən qabaq, ikisinin ortasında. Just already, və və. Before da bağlayıcı dərsinə aiddir. Deyir ki, before zaman zərfi ilə before bağlayıcını qarşıdırmaq olmaz. Bir zaman tərkibində, sinsdə də var idi, biz o sinsin fərqli məqamı demişdik. Before zaman zərfi olarsa bitmiş zamandır, amma iki cümləni birləşdirən bağlayıcı olarsa özündən sağda keçmiş sadə zaman istəyir. İndiki sadə zaman istəyir. Aydındır? Yəni, burada indiki sadə, keçmiş sadə olacaq. Amma bir zaman tərkibindədirsə, bir cümlə tərkibindədirsə, orada bitmiş olacaq. Since kimi for da var yoldaşlar. Baxın, since'i gördüm. Məsələn, əti gördün, davam edici yadına düşür. Since-dən for gör, bitmişlər yadına düşsün. Bu, bitmiş də ola bilər, bitmiş davam edici də ola bilər. Fərqi yoxdur. Yetər ki, orada bitmiş götür. Since-i gördüm, indiki bitmiş götürürəm. For isə cəmdir. Bunun arasındakı fərq nədir? Since-i verəndə hərəkətin başlanğıc vaxtını verirəm. 1990, düzdürmü? Amma foru verəndə arasındakı zamanın cəmini verirəm. Məsələn, 1990-dan bəri deyir, düzdür? 90-dan bəri burada nə qədər vaxt var? 35 il. Deməli, 35 yazmaq istəsəm, for yazacam. For 35 years. Görürsən, 35 il. Amma yox, 1990 demək istəsən, since-lə verməlisən. Bir yandan qayda izah ilə riyazi hesablama aparırım ki, görəsən, düz dedim. Okay. Siz indiki bitmiş zamanla işlənə biləcəyi yeganə zaman bağlayıcıdır. Yəni, digər zaman bağlayıcıları indiki bitmiş zamanla işləmir. Yəni, bunu deməkdir ki, bu bağlayıcılar bitmiş falan görmür. Bitmiş görən bir dənə since bağlayıcıdır. Aydındır. Məsələn, when, after, before, till, until, as soon as, while. Bunları bitmişdən işlədə bilmirəm. Amma since işlədə bilirəm. Keçmiş sadə, indiki bitmiş. Fikrin, indiki bitmiş yerlərin, bir də baş budaq cümlə yerlərini dəyişə də bilir. Fikir verirsiniz, budaq buradadır. Burada isə buradadır. Budaq nə deməkdir? Yeri gəlmişkən bir ortaya çıxdı. Budaq cümlə bağlayıcıdan sonra gələn cümlədir. Burada budaq cümlə hansıdır? Bura. Niyə? Çünki bağlayıcıdan sonra gəlir. Bəs burada hansıdır? Bu. Bu bağlayıcıdır, sonra gələn cümlə budur. Bu budaqdır. Bu nədir? Başdır. Bu qədər sadə. Burada nə var? Deyir, last year keçmiş sadəni göstərir. Since last year keçənlə bəri deyir, indiki bitmişi göstərir. Since var da, since'i qoydum, keçəndən gəldi üzü bəri. Once, twice, many times, several times kimi sözlər tək də işlənə bilər. İndiki bitmiş zamanda, zaman bildirən sözlərlə işlədikdə də indiki sadə zamanda olur. Məsələn, tək işlətdimi twice, I have been to London, indiki bitmişlərdir. Amma bu formada twice a year, ildə 2 dəfə. Bir var ki, cəmi 2 dəfə olmuşam. 2 dəfə. Yəni, burada digər zamanla işləməyib, düzdürmü? Dəfə.
oldu nə? Bitmiş zaman. Amma yox, digər zaman zərfi ilə birləşirsə, gündə 2 dəfə, ayda 2 dəfə, ildə 2 dəfə, bu formada olursa, avtomatik bu rutinləşmiş hərəkət olur. İldə 2 dəfə məsələn xaricə gedirəm, Türkiyəyə gedirəm. Avtomatik oldu nə? İldə 2 dəfə. Bu ildə 2 dəfə getmişəm, gələn ildə 2 dəfə gedəcəm, o bir ildə 2 dəfə gedəcəm. Yəni bu olur nə? Adət halına almış hərəkət. İndiki sadə zaman, burada isə indiki bitmiş zaman olur. Davam edək. Deyir ki, indiki, daha doğrusu keçmiş sadə ilə indiki bitmiş arasındakı fərq. Ən böyük birinci fərq dəqiq zamandır. Əgər orada dəqiq zaman varsa, keçmiş sadə zamandır. Məsələn, at 5 o'clock. Gəldim bura, dəqiq zaman yoxdur. Eyni cümləni at 5 o'clock'un məsələ bitmişdir. Hə, indi deyirsiniz ki, mən burada at var, niyə davam edici qoymamışsınız? Yoldaşlar, buradakı məsələ ondan ibarətdir ki, bu söz önü dərsinə aid olan bir şeydir. Saatlarla ət işlənir. Yəni, bu ət ondan deyil. Mən əti izah edəndə nə dedim? Dedim 95%. %100 demədim axı. Tak, sonra belə bir ayrı seçkiliklər var. Yesterday keçmiş sadə, today indiki bitmiş, lastla verilənlər keçmiş sadə, thislə verilənlər indiki bitmiş, ego keçmiş sadə, before-un əvvəli isə indiki bitmiş. Yəni, bunlar da əzbəriyirik. Gəldik keçmiş bitmiş zamanda. Keçmiş bitmiş necə düzəlir? Düsturu nədir? Have possible-dur, düzdür. Have-in keçmişi nədir? Had. Bütün şəxslərdə eynidir. My friend had, üstə gəl possible-dur, left. Bitdi. Oldu keçmiş bitmiş. İnkar necə düzəldəcəm? Had-a not artıracam. Had not, istəsəm birləşik yazaram, istəsəm ayrı yazaram. Gəldim bu hissəyə, sualı necə düzələcək? Sualı da had-i keçirdəcəm, qabağa olacaq nə? Sualı. Had my friends left London? Bu oldu keçmiş bitmişin düzəlməyə, sualı, inkar. Nə zaman işlənir? Sadə cümlədə işlənə bilməz. Biz siz niyə görə yoldaşlar deyik ki, sadə cümlədə bu biraz sıxıntı yaradır. Bir cümlə tərkibində keçmiş bitmişi vermək çox problemdir. Bir halda verə bilərəm. Yalnız və yalnız zaman zərfi birbaşa işarə eləyir ki, daha sənin çarən yoxdur. Buna keçmiş bitmiş yazmalısan. Baxaq. Bunu hardan bildim ki, keçmiş bitmişdir? Yoldaşlar, since görsəm, for görsəm, by görsəm, bu nə istəyir? Bitmiş. Hansı bitmiş? Hansı oldu? Keçmiş bitmiş. By the end of the last year. Keçən ilin sonundan bəri. Yoldaşlar, by olduğuna görə bitmiş, last olduğuna görə keçmiş, oldu keçmiş bitmiş. Yəni, mən bir cümlədə vermək istəyirəmsə, yalnız və yalnız bu formada verə bilərəm. Yox, dəqiq zaman zərfi verməsə, orada by, since, for verməsə, işlədə bilməzsən. Bəs deyirsiniz ki, necə cümlədə işlədirib? Bunun işlənmə ehtimalı 5%-dir. 95% isə mürəkkəb cümlədə işlənməlidir. Mürəkkəb cümlədə işlətmək üçün, deməli, bir tərəfi məcburən, məcburən keçmiş sadədə verirəm. Keçmiş gördüyümə görə, burada rahatlıqla keçmiş bitmiş yaza bilirəm. Bu qədər sadə. Yəni, 2 cümlədir. Biri keçmiş sadədir, bir digəri keçmiş bitmişdir. Belə çəkilirəm, o qrafadakı uzlaşmalara diqqətlə baxın, boş-boşuna yazılmıyor. Testlərdə qabağınıza çıxacaq. Aha. Hə, sizi fokuslayıram bura. Keçmişdə 2 hərəkətin icrası əvvəl, deməli, 2 dənə hərəkət var, biri digərindən əvvəl baş verib. Məsələn, deyir ki, before he slept, he had washed his hands. Deməli, yoldaşlar, 2 dənə hərəkət var. Əgər bu hərəkətlər növbəli baş versə, ikisi də keçmiş sadədir. Yox, 2 hərəkət biri digərindən əvvəl baş verərsə, o əvvəl baş verən keçmiş bitmişdə qoyuram. Bir yatmaq feili var, bir də əl yumaq feili var. Yatır sonra əlin yürür, yoxsa əlin yürür sonra yatır. Deməli, əlin yumaq ən birinci baş verir. Ona görə də keçmiş bitmişdir, sonra yatır isə keçmiş sadədir. Aydındır. Yox, ikisi də ard-arda baş versəydi ki, o əlini yudu, yatmağa getdi. Məsələn, before olmasaydı, mən sadə yazacaqdım ikisinə də. Amma before deyir ki, ay qardaş, bu yatmamışdan əvvəl gedib yuyub da, bu birinci baş verib. Ona deyir ki, keçmiş bitmiş qoyuram orada. Deyir, after yeganə zaman bağlayıcısıdır ki, ondan sonra keçmiş bitmiş zaman işlənir. Niyə görə belə pafosla vurğulayır? Biz deyirik ki, bağlayıcıdan sağda sadə zamanlar işlənir. İndiki sadə, keçmiş sadə. Amma after bağlayıcısı özündən sonra bitmiş gətirən yeganə bağlayıcıdır. Tamamlıq budaq cümlələrində işləməz. Baxaq görə burada nə yazıb? Tamamlıq budaq cümlələrinin birinci cümləsi keçmiş bitmiş zamanda ola bilməz. Budaq cümlədəki hərəkət baş cümlədəki hərəkətdən əvvələ aiddirsə, budaq cümlə keçmiş bitmiş zamanda olur.
Baxaq görək nə deyir. Deyir yoldaşlar, 2 dənə burada hərəkət var. Biri keçmiş sadə, biri keçmiş bitmiş. Ən birinci hansı baş verirsə, onu keçmiş bitmişə qoyuram. Yəni bu bayaq izah elədiyimizlə eyni şeydir. Ən birinci hansı baş verirsə, onu qoyuram. İstəyir tamamlıq olsun, nə olur olsun. Yəni bunlar bilirsiniz necədir? Hər bir qaydanın nəzəri izahı var. Nəzəri izahı yazandan sonra lorlaşdırıb deyirəm ki, bu ondan eyni şeydir. Fərqli bir şey yoxdur. Amanda said that she had left bag at home. Amanda dedi ki, yığışdırmışdı. Daha doğrusu çantasını neynədir? Evdə qoymuşdu. Deməli, mən sənlə danışıram, deyirəm ki, mən telefonu yaddan çıxardıb evdə qoymuşam. Deməli, mən bu dəqiqə gəlmişəm, buradayam, amma telefonu bura gəlməmişdən qabaq qoymuşam. Deməli, mənim telefonu unutmağım, evdə qoymağım keçmiş bitmişdi. Amma sənə deməyim keçmiş sadədir. Zaman zərflərinə çox diqqət yetirin. Çəkildim. Saxladınız, baxdınız, əzbərlədiniz, davam edirəm. Bu qədər sadə. Qeyd, bəzi zaman zərfləri həm indiki bitmiş, həm də keçmiş bitmişdə işlənə bilər. Yəni ortaqdır. Yəni bu deməkdir ki, yəni just already-dir. Yəni sən bunu keçmiş bitmişdə də görə bilərsən, indiki bitmişdə də görə bilərsən. Nümunələrinə diqqətlə fikir verin. Bu zaman zərflərinin əvvəlində keçmiş zaman gələrsə, keçmiş bitmiş olur. Yəni mən burada keçmiş sadə işlətmişəmsə, burada indiki işlədənməliyəm. Yəni keçmişə keçmiş verməliyəm. Ona görə məcbur indirəm, keçmiş bitmiş verirəm. Aha, gəldi əsas məsələlərdən birinə. Scarcely when, no-sooner than, hardly when. Yoldaşlar, bu bağlayıcılar olduğu kimi əzbərləyirsiniz. Bu bağlayıcılar cümləni inkarda, daha doğrusu inkara çevirir və bitmişdə istəyir. Fikir verin. Had hardly I arrived when it started to now. Yoldaşlar, bax bu iki hissədir. Hardly when ifadəsi. Deyir, qar yağmağa başlayanda mən neynədim? Evə çatmışdım. Demək olar ki, çatmışdım. Deyir ki, bizə bu bağlayıcılar, yəni zərfləri olan mürəkkəb cümlələrdə keçmiş bitmiş işlənir. Net şəkildə. Birinci tərəf past perfect, keçmiş bitmiş. Digər tərəfi isə nə olur? Past simple, keçmiş sadə olur. Bunlara diqqət eləmək lazımdır. Və burada bizcə dənə bir şey var. Inverse, bilməm, tutdunuz yoxsa yox. Had cümlədə mübtədanın önünə keçib. Amma bu cümlə nəqli cümlədir. Bu ancaq 3 dənə bağlayıcıya məxsus olan bir şeydir. Başqa heç harda görənməz. Köməkçi fiil mübtədanın qabağına keçsin, amma o sual olmasın. Bu ancaq bundadır. Had qabağa keçib inverse yaradıb, had qabağa keçib, amma nəqli cümlə sayılır. Bu qədər sadə. Gəldik, gələcək bitmişə. Səbr edin, az qalıb. Hal-hazırda 16-cı səhifədəyik. Aha. Səhv etməmişəm. Bəli, 16-dayıq. Maşallah, çox sürətlə gəlirik. Deməli, gələcək zaman bitmişi necə düzəldirəm? Gələcək necə düzəldirdi? Will ilə. Bitmiş necə düzəldirdi? Have past-participle ilə. Birləşdirdim oldu nə? Will have past-participle. Getdik. I will gələcək göstərir, have past-participle bitmişi göstərir. Gələcək bitmişi vermək üçün avtomatik olaraq zaman zərfinə baxmalısan. Sabah saat 12-də. Aydındır. Sual inkarı necə düzəlir? Bu will'i gördünsə, istəyir davam edici olsun, istəyir sadə olsun, istəyir bitmiş olsun, istəyir bitmiş davam edici olsun, fərq yoxdur. Yalnız shall-lə, will-lə işləyirsən. İnkarda not artırıram, sualda qabağa keçirdirəm. Başqa heç nə etmirəm. Gələcək bitmiş zaman sadə cümlələrin by gələcək zaman formasında birləşir. Yəni deyir ki, by zaman zərfini görəcəksən, yazarsan ki, gələcək bitmiş. Bu qədər sadə. By yesterday, keçmiş bitmiş. By last, keçmiş bitmiş. By gələcək, gələcək bitmiş. By next, gələcək bitmiş. Yəni by bitmiş deməkdir. Ondan sonra gələn zaman zərflərinə uyğun da deyəcəm ki, sən nəsən? Yəni gələcək bitmişsən, yoxsa keçmiş bitmişsən. Bağlayıcının zamanlarla uzlaşması. Buna da mütləq şəkildə diqqətlə fikir verin. Gəldim indiki bitmişə. İndiki bitmiş davam edici zamana. Biraz adama belə qorxulu gələ bilər ki, bu nə deməkdir belə? Bitmiş davam edici zaman. Yoldaşlar, heç qorxulu gəlməsin. Gəlim riyaziyyata müraciət eləyəm. Mən xoşlayıram müraciət eləməyi. Deməli, have üstəgəl participle to be üstəgəl participle one bərabərdir. Bitmiş üstəgəl davam edici zaman bərabərdir bitmiş davam edici zaman. Düzdür? Düsturu yazayım. Fərqli bir şey etmirəm ha. Have yazdım bura have. Biraz bunu çox aralı yazdım elə bil. Have
Üstə gəl. Pats bulutu ilə B-ni birləşdirdim. Yəni üst-üstə gəldim, topladım. Oldu nə? B-nin pats bulutu nədir? B. Üstə gəl. Yerdə nə qaldı pats bulutu? İsbat etdim mi bu have been hardan gəldi? Buranı silirəm. Baxın, sildim. Deməli, yerdə nə qaldı? Have been pats bulutu. Bunu da silin, buradan rahat yazalım. Have been pats bulutu. Yəni, əl üstü də danışa bilər. İndiki bitmiş davam edici zaman. Have, has. I have been writing. She has been writing. Hə, sual inkar necə düzəlir? Zaten indiki bitmişdə have, has-də sual inkar nə düzəlir? Özündən, have, has-lə. Deməli, burada da have, has-lə. Keçmiş bitmiş davam edici zaman düzəltmək istəyirəm. Bunu çox sadə, gözəl. Have oldu, keçmiş bitmişdə. Had been possible one. I had been writing. Bəs sualı necə düzəldərəm? Keçmiş bitmişi deyəndə nə ilə düzəldirdim? Had-lə. Hələ burada da ondan düzəltdə. Had you been writing? Çox qutardı. Keçmişə nəzərən gələcək bitmiş davam edici zaman dediysən, yenə də qorxulu bir şey yoxdur. Bir dənə qabağına will artırıram. Gələcək bitmiş davam edici zaman. Deməli, bəs burada sual inkar nə ilə düzəldir? Axı sizə dediyim shall will varsa özü ilə düzəldin. Will at qabağa sual yaransın, will-ə not artır, bundan da olsun inkar. Məsələ bitmişdir. Gördünüz? Yəni, sadə bir 3 dəqiqəlik izahla 4 dənə zamanı sizə izah elədim. Yəni, bunlar testlərə variant doldurmaq üçün var. Məsələn, indiki sadə öyrənəndə zaman zərfini də əzbərləyirsən, bağlayıcısını əzbərləyirsən, orada bəzi tərcümə də var, ona da baxırsan. Amma bu izah elədiyim əl üstü bu 4 dənə zaman sadəcə olaraq testdə variantları tətbiq eləmək üçün lazımdır. Yəni, baş sınırmaq lazım deyil. Məsələn, bir tərəfdə yazıb ki, indiki sadə, bu tərəfdə boş qoyub. Variantlardan 4-ü keçmişdi, bir dənəsi indikidir, indiki bitmiş davam edici zaman var, düzdürmü? Mən də bilirəm ki, indikini uzlaşdıram da. Həm məcbur bilirəm ki, bu 4-ü keçmişdi, atıram, məcburiyyətdən bir dənə indikini götürəm, gedir. Yəni, variant doldurmaq üçün, lor dildə deyək. Yəni, sürətli bir nümunələr göstərək, geçsin. They have been living. Have been living, inkarda have not, has not, sualda qabağa keçirdim. Bitdi. Nə zaman işlərim? İndiki bitmiş davam edici zaman keçmişdə edilməyə başlayan bir işin hələ də davam etməkdə olduğunu bildirir. Yəni, keçən aydan başlayıb, hələ də gəlib çıxıb bu aya və oradakı o prosesdən danışır. Yəni, bu testlərdə deməz ki, tap görüm indiki bitmiş davam edici zaman nə deməkdir? Təbii ki, belə test verməyəcək. Yəni, zamanları uzlaşdıracam, gedəcək. İndiki bitmiş davam edici zaman forması, yəni have, has been, possible olan ilə indiki davam edici zaman qarışdırmaq olmaz. Əlbəttə qarışdırmaq olmaz. İndiki davam edici zaman gözümün qabağında görürəm ki, bu hərəkət davam eləyir. Amma indiki bitmiş davam edici oldu ki, dünən başlayıb, bugün saat 5-dir, qutarıb. Dünəndən bugün 5-ə qədər bu hərəkət gəlib, görürsünüz, davam edib bitmiş zaman. Ona görə deyir, davam edib bitmiş zaman. Aydındır. Amma indiki davam edicidə o hərəkət hələ də gedir. Hələ də davam edir. Aydındır. İstəsəz bir dənə nümunə var. Don't interrupt the teacher, she is explaining the rule. Deyir, müəllimi narahat eləmə, o qayda izah edir. Hal-hazırda da eləyir. Aydındır. The teacher has been explaining the rule for 20 minutes. 20 dəqiqədir ki, qayda izah etməkdəydi. 20 dəqiqədə həmin proses davam eləyib, 20 dəqiqənin sonunda bitib. Ona görə bitmiş davam edici deyilir. Bitən bir hərəkətin davam eləmə müddətini göstərir. Amma burada hələ də davam eləyir. Aydındır. Bu zaman for nonsense-ləndir. Bəli, zaten bunlar for nonsense bitmişləri göstərir. İstəyirsən bitmiş yaz, istəyirsən bitmiş davam edici yaz, amma yetər ki, bitmiş yaz. Yəni, sadə yazma, davam edici yazma. Yəni, demək istədiyim odur. Davam edici zamanlarda işləməyən feillər bitib davam edici zaman formalarında da işləmir. Yəni, bayaq dediyimiz bəzi anlıq hərəkətlər, görünməyən hərəkətlər davam edici zamanda işləmirdir, düzdürmü? Onlar eyni ilə də bitmiş davam edicidə işləmir. Zaman zərflərinə fikir veririk. Aha, bunları əzbərlədik, davam edirik. Keçmiş, bitmiş davam edici zaman, yoldaşlar, bayaq elə əl üstü izah eləmişdim, sürətli formada üstündən keçirəm. Had been studying, inkarda hadlə düzəl. Yəni, keçmiş, bitmişlə, keçmiş, bitmiş davam edici arasında bir dənə bu ayıncı fərqi var. Yəni, bütün qaydaları eynidir. Görürsən, sualını, inkarını özü ilə düzəltdim, sualını özü ilə düzəltdim. Keçmiş, bitmişdə də belədir, keçmiş, bitmiş davam edici zamanda da belədir. Heç nə fərqli bir şey yoxdur. Yəni, bu yenə də deyirəm, testin variantını doldurmaq üçün var. Məsələn, mənə verib belə bir cümlə, when I left home,
Keçmiş sadə düzdür. Bu tərəf bomboşdur. Və 5 dənə də variantdır. İkisi gələcək zamandır. İkisi indiki zamandır. Bir dənəsi də yazıb keçmiş bitmiş davam edici zaman. Mənə heç tərcümə eləmək lazımdır. Mən bilirəm ki, bu keçmişi keçmişlə uzlaşdırmalıyam. 4-ünü tulladım, bir dəqiqə keçmiş var. O da budur, yazdım, getdi. Yəni orada başlandırmaq lazım deyil ha. 2-yə baxıram. Bayaq dediyimiz kimi since for by the time bağlayıcıların işlənməsi. Yəni bunlar bitmişlə işlənir. İstəyirsən bitmiş davam edici qoy, bitmiş qoyucuna zaten variantlardan çıxdaşlayıb tapacaqsınız. Yəni bir də heç vaxt sizi iki daşın arasında qoymaz. Bir variantı indiki bitmiş yazsın, bir variantı indiki bitmiş davam edici yazsın. Aydındır. Elə bir şey eləməyəcək. Eləsə də 100% orada səhv var. Ya mübtəda xəbər uzlaşmada səhv var, ya bir şeyində də mütləq şəkildə bir şeydə yanlışlıq verəcək. Zaman zərflərinə baxın, zaten aşağı yuxarı hamısında eynidir. Hə, yoldaşlar, gəldik, çatdıq əsas məsələyə. 16 zaman və feil dərsimiz bitdi. Mən istəyirəm ki, bax bu hissəyə keçməmiş zamanları 2 video qismində qoyum. Bu videoya baxın, dincəlin, bir beyninizə hopdurun. Ondan sonra isə digər videomuzda zaman uzlaşmadır və orada daha rahat arxayın izah elə. Yəni bunlar bir-birinə bağlı olsa, qorxuram ki, burada bizə sıxıntı olar. Yoldaşlar, bizim zaman uzlaşmaq, yəni bağlayıcı münasibətimiz qalıb. Çünki biz bayaqdan zamanların içində olan bağlayıcıları necə keçirdik sürətli şəkildə. Niyə? Çünki biz onlara ətraflı baxacağıq və indi ətraflı baxmağın vaxtıdır. Yoldaşlar, bizi izləmədə qalın. Bundan sonraki videomuz isə zaman uzlaşma dərsi olacaq. Sağ olun, Allah amanında.